Salam mənim əzizlərim, canlarım. Baxın, bu da Cəbrayıl. Çox gələndən istəyirdim ki, mən bu pilləkənləri çıxam. Zamanında burada Qartal deyilən yuxarıda restoran olub. Çox gələndən deyirdim ki, çıxam, amma heç kim tapmırdım. Amma indi bir canım ciyərim, bir qonşum var, bacım var, onunla çıxmışam. Qəşəng, buradan bütün Cəbrayıl görsənir. İndi hələ ki yolu yarlamışıq. Düz indi məni köpək uşağı dağıdıb. Əvvəl burada qəşəng pilləkənlər olub, bəzəkli, qəşəng. Bütün Cəbrayıl ayağımızın altında. İndi çıxıram, indi yuxarıdan da çəkəcəm. Lap yuxarıdan. İndi hələ ki yolu yarlamışıq. Arvadlar nəsə yığmaqdan gəlir. Cəbrayılda həyat davam edir. İndi bu yuxarını çıxım. İnşallah ki lap yuxarıdan da çəkəcəm. Düzdür, indi vaxtla bura kol-kosu var. Burada böyürtkən olub, yemişən olub. İndi qutarıb, yeri qutarıb. Torpağımın hər bir şey gözəldir. Hər bitkisi yeməlidir, dadlıdır. Yuxularsan. Tutum səni. Tutum səni. Köpək uşağı dağıdıb da. Pilləkənlik qalmayıb. Mən həmişə uzaqdan baxırdım, deyirdim, ay Allah, bir dənə bu pilləkəndən çıxa bilsəydim. Allah bugünə qismət elədi, sağ olsun canım gözüm. Tək çıxmayayım deyənə bir çıxırıq. Təbii ki, tək ləzzət eləmir. Sonra deyirlər, bu qız tək tənha dağın başında neyinir? Bu da yaşadığımız yerlər, evlər. Köpüğünün erməsi bir dənə pilləkən də qoymayıb, qala. Darmadağın olub. Bunun yuxarısında bizim zamanında 32 il əvvəl Qartal deyə yeməkxana olubdur. Səhvlərimizdə yeməkxana olub, yoxsa çayxana olub. Buradan bütün yer gözəl görsənirmiş zamanında. Burada çoxlu buanalar var. O nə ağacıdır görəsən? Nəsə tapam mənim. Yerlilərim bilər. Belə daşları həmişə xınalı. Xına kimi istifadə edirdik biz. Əllərimizi xına qoyduq. Bax, o daşlara belə bir eləyirdik, xına çıxırdıq, əllərimizə xına qoyduq. Bu da kək otudur. Düzündə quruyub. Göz kək otumuz da var. Yox, kək otu deyil, bu bəyək qabağıma çıxan. Bu yox, bunu bilmirəm. Bunu bilmirəm, bu nə bitkisidirsə. Allah bizim yerlilərim görüb deyər nə bitkisidir. Amma bayaqki kək otuydu. Vay, nə gözəl, nə gözəl. Axır ki çıxa bildik. Yoxsa hələ yox, hələ tam başına var. Hələ var. Göylər nədir başa düşmüyorum. Bu göy niyə qoyulub ki, kraska şeylərə. Orada neysə olub. Bulaq olub orada deyəsən. Ona bax, turbası qalıb. Şey bulaq olub, yəqin daşdan nəsə formalı. Gəldik, çıxdıq. Bunun yuxarısındadır yəqin ki. Bax, o da olub yəqin. Çayxana, yeməkxana. Ay canım rayonum. Allah sizə rəhmət eləsin, ay şəhidlər. Allah qazilərimizə can sağlığı versin. Allah bizlərə onlara layiq yaşamağı qismət eləsin. Onların azad elədiyi torpaqda. Bax, o yanda da pilləkən var. Fikir ver, oradan da aşağı düşürmüşsən, görsən. O yanda. Dağılıb da, yəqin ki, gör. Bax, 32 il az deyil. Canım gözüm, 32 il. Az deyil. Bu da incir ağacı olub. Buradan da pilləkən olub yəqin yuxarıya. İntihasında heç nə yoxdur. Dağıdıblar. Bax, görək. Ya Allah, mən çıxacam, tövbə. Sən istəyirsən. Bilməm, amma ehtiyatlı olasan, bu daşlar
Elə səndən şey ehtiyatlı deyil ha. Deyəm. Hamısı laxlayır düşür. Orada heykəl olub. Yox, qartal olub da orada. Qartal olub? Hə, orada qartal eləyiblər. Hə, de burada şey olub da. Bura vaxtı ilə demirəm, ya çayxana olub, qartal çayxanası. Ya yeməkxanası olub, o vaxt düzdür. Biz burada gəlməmişəm o vaxt. Amma pilləkənlərindən görürdük, qartalı görürdük. Amma düzü çıxmamışam belə. O vaxt yəqin ki, ancaq kişilər zadda çıxarmış. Bax, yerini kafelləri zadı. Bura yeməkxana olub. Çayxana, yeməkxana. O da qartalın heykəli olub, səhv eləmirəmsə. De, o tərəfdə də neysə var. Neysə qəribə. De, orada yerə düşüb neysə. Gedim onu da yaxından çəkim. Görüm o nədir? Onun başlığıdır. İnsan olub, insan şeyi. İnsan heykəli. Hə, o deyil. Əli də orada. İnsan heykəli. Hə, yox, qartal verdilər. Hardasa qartal da olub da. Bu indi qadın paltarıdır. Hə, mən səhv görmüşəm. Ya da bəlkə kişi xeyli ağıdır. Nə bilməm. Ələ baxırsan kişidir. Ələ baxırsan kişidir. Ora baxırsan qadın paltarı kimi. Nə bilim bəlkə. Bax, bura heykəli dağıdıblar. Heykəlin o da yarı hissəsi də orada. Bax, bu heykəl. Belə baxırsan dondu. Bu heykələ də baxırsan kişiyə oxşuyur. O deyil, burada da heykəlin yarısı da burada deyil. Bu böyük heykəl olub. Yəqin ki, həm qartal olub, həm də qadın olub. İkisi bir arada. Çünki heykəl çox böyükdür. O deyil, atıblar ora. Nə boyda. Canlarım mənim. Axır ki, bura heç vaxt çıxmamışdım. Axır ki, çıxdım. Buradan. Orada da pilləkən var. Vaxtı ilə neysə olub. O da yəqin restoran maddenin otaqları zad olub. Orada çay zad hazırlamaq filan. Belə. Gözəl yerim, gözəl yerim. Ermənilər kör qalsın. Gözəl. Burada qartalın yeməkxanası ya çayxanası, indi bilmirəm bunu. O vaxt bura gələnlər bilər. O vaxt biz bura çıxmamışıq, yəni. Bizim nə işimiz var o vaxt burada? Yəqin ki, bura ancaq kişi xeylaqlarcadır. Çıxarmış, gələrmiş, yeməkxanadır, çayxanadır. Buyurun. Buradan bütün Cəbrayıl görsənir. Bəh. Sağ olun əzizlərim, canlarım, ciyərlərim. Yeni bir gözəl videoda görüşmək ümidi ilə. Dəyərləndirənlərə çox sağ olsun, minnətdaram. Abunə olub, like olanlara sonsuz təşəkkürlər.